Bugün eyni zamanda dünya Azərbaycanlılarının həmrəylik günüdür. Bu münasibətlə dünyada yaşayan bütün Azərbaycanlıları ürəkdən təbrik etmək istəyirəm. Onlar bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hər bir Azərbaycanlının hansı ölkədə yaşamasından asılı olmayaraq taleyi bizim üçün qiymətlidir, önəmlidir. Və bizi Azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir. Və hansı ölkədə Azərbaycanlılar yaşamalarından asılı olmayaraq onlar bilirlər və bilməlidirlər ki, onların ana vətəni müstəqil Azərbaycan dövlətidir.